Salam əziz izləyicilərim və əziz xanımlar. Bugünkü əməliyyatım haqqında qısa məlumat vermək istəyirəm. Əməliyyata aldığım xanımın 48 yaşı var, 3 normal doğum etmişdir və son zamanlar yuyunarkən əlinə gələn şişlikdən bəhs etmişdir və böyük bayrını yapmada zorluq çəkdiyini anlatmışdır. Müayinəmiz sırasında uşaqlıq yolunun ön və arxa divarının sallanması və bunun nəticəsində uşaqlıq boyunun aşağı doğru migras etməsini gördü və kəsin çözümü olaraq vaginoplastika icra edəcəyi həkimə vaginoplastika belə durumlarda kəsin çözümdür. Əgər ağır dərəcə deyilsə, sallanmanın qarşısını uzun illər ala bilir. Əgər sallanma yüksək dərəcədəsə, təbii ki, sadəcə vaginoplastika yetmir. Amma bu xəstəmizə sadəcə vaginoplastika edərək onu böyük həcmli əməliyyatdan qurtulmuş oluruq. Yəni, vaxtında verdiyi qərarla onu iri həcmli əməliyyatdan qurtarırıq. Sadəcə vaginoplastika ilə bütün sallanma problemlərindən qurtulmuş olur. Müayinələrinizə gəlin. Vaxtında aşkarlanan problemləri vaxtında həll etsəniz, böyük həcmli əməliyyatlara məruz qalmazsınız.